Salam müəllimlər. Axşamınız xeyir, xoş gördük hamınızı. Salam, Necəsiz? axşamınız xeyir. Salam müəllimlər. Necədir vəziyyətiniz müəllimlər? Müəllimlərin nəticələrini görüb sevinirik. Əlbəttə sevindirici haldır həqiqətən də. Çox mükəmməl nəticələr. 38-lərimiz, neçə 38-imiz var. Amma inşallah ki, bu mərhələdə 40 bal olmadı. Keçən il mənim 10 müdavimim 40 bal toplamışdı. Bu mərhələdə hələ ki 40-ımız yoxdur. İnşallah ki, növbəti mərhələdə hələ onsuz da davam eləyir. Bir dənə mənə deyin, görüm, yeganə müəllimə, cavabları ümumiyyətlə imtahan vaxtı gəlməyən müəllimlər var heç? Məncə xeyr, dünən açıqlandı. Hamıya açıqlanıb. İndi də müəllimlər deyir. Sentyabrın 23-ünə səhv eləmirəmsə, kimsə demişdi sentyabrın 23-ünə imtahanım var. Elə bir şey var. 17-si bilirəm, 15, 17. 23-ünü təxmini elə bilirəm, 23-ünə də kimsə dedi, amma bilə bilmədim onu. Yəni sentyabrın 23-ü yoxsa oktyabrın? Belə oktyabrın. Hə, sentyabrın üçün ona görə deyirəm. Hə, oktyabrın 23-ündə. Elə bilirəm müəllimlərdən hansısa elə bir şey demişdi ki, var. Yəni Sevinç müəllimə, sizdə nə zamandır? Ayın 7-sində inşallah. 7-si oktyabr. Hə, siz bəri başa düşmüsünüz, lap yaxşı. Belə müəllimlər, başlayaq onda dərsimizə. Deməli, bugün avqustun 19-unun qrupunun dərsidir. Əslində mən bir də onu bildirmək istəyirəm ki, dərsimizi də bugün qayda eləyirəm, bizi izləyən müəllimlər üçün. Çox müəllimlər müraciət edirlər ki, müəllimə bir neçə günlük, bəli, mümkündür. Yəni müsahibə dərslərinə indiyə kimi qoşulmayan müəllimlər varsa əgər 3 gün, 5 gün imtahanına qədər, yəni hələ onsuz da oktyabrın 15-i, 17-sinə qədər, yəni bir müddət aralıq deyək ki, zamanınız var. Yəni 17 günə də, 10 günə, 15 günə, hətta məsələn mənə bir gün qoşulan müəllimlər var. Təqdim etməsinə baxıram, icmallarına baxırıq. Müəyyən o sırf deyək ki, müsahibədə ən vacib məqamları vurğulayırıq. Belə sual-cavab eləyirəm. Ona bir motivasiya, bir özgüvən müəllimi ilə yola salırıq. Yəni bir gündə imtahana bir gün qalmış müəllimlər, bax bu gün səhər-səhər iki müdavimi ilə yola salmışam. Bir dərs üçün ödəniş eləyib, elə icmalına təqdim etməsinə baxmışıq, düzəlişlər eləmişik, o qaydada gedib. Bir də ümumiyyətlə dərslərə qoşulma imkanı olmayan müəllimlər üçün də mən imkan yaradıram. Məsələn, deyək ki, müəllim var, imkanı yoxdur, heç cürə dərsə qoşula bilmir. Yəni belə ki, maddiyyat cəhətdən deyil, ha. Yəni vaxt zaman baxımından qoşula bilmir, amma o müəllimlər üçün ödənişli şəkildə materiallar qrupumuz var bizim. Bizim materiallarımızdan da, yəni materiallar qrupumuzdan da istifadə edə bilərlər. Yəni imtahana qədər orada sırf PDF-lərimiz, orada deyək ki, səs yazmalar, videolar, hamısı yəni müsahibə mövzuları. Və burada mənim müdavimlərim də bilirlər ki, sırf bax bu il müsahibədə verilən suallar hamısı onların ətrafında mən müəllimləri sual-cavab eləmişəm. Bəzən baxıram ki, məsələn, deyir ki, müəllimə, biliyin növləri falan, məsələn, qarşıma çıxır, mən də görürəm, məsələn, bəziləri soruşur biliyin növləri falan. Mən elə şeylərə rast gəlməmişəm müsahibədə ki, biliyin növləri soruşulsun. Sadəcə olaraq mənim sizlərə öyrətdiyim sualların formatını, deyək ki, cavab eynidir, sadəcə sualın formatını, formasını bir balaca dəyişib, dəyişik şəkildə verirlər. Məsələn, bir dənə nümunə deyim, mən səs yazmamda, materiallarımda da hazırlamışam onu ki, şagirdlərdə özgüvən hissini necə formalaşdırırsınız. Amma onu dünənmi, sırağa günü müsahibədə belə formada veriblər ki, şagird özünə inamsız davranarsa nə edirsiniz? Demək olar ki, eyni cavablar da sadəcə. Yəni, bax, sırf müəllimlər, mən demirəm, kurikulumdan düşür, amma kurikulumda elə mövzular var ki, bəzən baxırsan ki, yəni o bir çoxları o dərinliyinə girir, müdavimlər, müəllimə, bunu da müəllimə, amma o ehtiyac olmur axı orada. Yəni mən durum sizə deyim ki, bunu biliyin növlərini öyrənin, durum sizə deyim nəzəriyyə, axı onlar verilmir orada. Onunla bu az müddətdə sizin beyninizi yükləməyə dəyməz.
Ona görə də mənim əzizlərim, bax kimlər qoşulmaq istəyirsə gec olmadan, yəni ödənişli şəkildə hər gün bizim dərslərimiz var və yeni qrupumuz var. Hər günkü dərslərimizə qoşulub imtahana qədər tam hazır şəkildə gedəcək. 3 gün, 5 gündə, yəni gec deyil, düşünməyin ki, gecdir. 3 gün müddətinə də qoşula bilərsiniz. Həm fərdi dərslərimiz var, həm qrup dərslərimiz var. İstərsə canlı dərsə qoşulma imkanınız olmazsa sizi materialları əldə edib materiallardan istifadə edə bilərsiniz və sizə bütün ixtisaslar üzrə icmal nümunələri təqdim eləyəcəyik. Yəni icmalların hazır formada, PDF formada da göndərəcəyik. Özünüzü təqdim etmədə çətinlik çəkən bəzən müəllim deyir, müəllimə buradan ora getmişəm, oradan ora yer dəyişmə falan universiteti bitirmişəm falan. Yəni yazmaqda çətinlik çəkirlər. Nəyi deyim, nəyi deməyim? Yəni onların hamısını biz o məsələlərə biz dərsin gedişatında baxırıq. Yəni hamısına dəstək oluram mən müəllimlər üçün. Ona görə də qoşulub bizdən faydalana bilərlər, bizim dərslərimizdən istifadə edə bilərlər və müsahibəyə hazır gedin müəllimlər. Deməli, sonra burada ayrı demədiyimiz nə qaldı və indi bizim avqustun 19-u qrupundan sonradan qoşulan müəllimlərimiz var. Onlar üçün dərslər davam edəcək hələ. Və burada mən baxım görüm kimlər var bu dərsimizdə. Kamilə Nağıyeva dərsdədir. Aynur Əhmədzadə dərsdə. Xumar Seydaliyeva. Leyla müəllimə, deməli başlayaq biz nədən? Bugün yenə diaqnostik soruşublar, bildiyim qədərilə. Kimin hansı sualdan məlumat olsa bildirər. Diaqnostik qiymətləndirməni Leyla müəllimə nə zaman aparırsınız, necə aparırsınız? Onun haqqında danışın. Demək, məktəb daxili qiymətləndirmənin 3 növü var. Diaqnostik, summativ, bir də formativ qiymətləndirmə. Diaqnostik qiymətləndirməni biz ilin əvvəlində, yarım ilin əvvəlində, sonra şagird sinifi dəyişərkən və yaxud sinifə yeni müəllim gələrkən yeni bir diaqnostik qiymətləndirmə aparılır. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Şagirdin müsbət və mənfi nəsə belə bir söz var da, mənim orada. Zəif və güclü tərəflərini Zəif və güclü tərəflərini belə aşkarlamaq üçün aparılır. Ay, sağ ol. Bir də deyiblər ki, diaqnostik qiymətləndirmə müəllimə nədə kömək eləyir? Müəllim diaqnostikdən sonra nələrdə dəyişiklik eləyə bilər? Nəysə, deyəsən belə bir sual verib. Şagirdləri diaqnostik qiymətləndirmə edərkən müəllim yəqin ki, şagirdlərin hansı potensialda olduğunu aşkarlayır da, yəni onların zəif və güclü tərəflərini aşkarlayır. Belə deyil mi? İndi mən sizə deyim necədir. Diaqnostik qiymətləndirmə müəllimə nədə kömək eləyir deyəndə, məsələn, belə vurğulaya bilərsiniz ki, diaqnostik qiymətləndirmə müəllimə 2 şeydə kömək edir. Bir, təlim strategiyalarının seçilməsində mühüm rol oynayır, bir də differensial yanaşmağa kömək edir. Yəni, mən diaqnostik edərək şagirdimin mənfi və müsbət tərəflərini müəyyənləşdirib, ona necə, hansı istiqamətdə yanaşacağımı bilirəm və illik planlaşmamda da buna uyğun dəyişiklik eləyə bilərəm. Deyək ki, şagirdimin yaş səviyyəsinə uyğun, hansısa mövzumda, məsələn, çətin mövzudursa onu artıracam, saatını, hansı mövzum asandırsa onu azaldacam. Yəni, bax, bu qaydada istifadə edə bilərəm. Yəni, diaqnostik qiymətləndirmə, bax, bunlardan müəllimə kömək edir, deyə bilərsiniz. Və illik planlaşmamızı da biz ona uyğun dəyişiklik yapara bilərik, diaqnostikimizə uyğun olaraq. Yaxşı, bəs deyə bilərsiniz, Leyla müəllimə, təlim nəticəsini nəyə əsasən müəyyən edirsiniz? Təlim nəticəsini, dərsin məqsədini, təlim nəticəsini biz alt standarta əsasən müəyyən edirik. Yəni, dərsin məqsədini qururuq. Biz burada və edirik. Aha, təlim nəticəsini alt standarta əsasən müəyyən edirik. Doğrudur. Bunu belə deyə bilərsiniz. Bəs gündəlik olaraq neçə təlim nəticəsi qoyuruq müəllimə? Maksimum 2-3, yəni artıq qoymaq olmur. Maksimum 200 təlim nəticəsi müəyyən edə bilərik. Ay, sağ ol. Yəni, qoya bilirik. 3 təlim nəticəsi, hə, yəni ondan yuxarı təlim nəticəsi qoymaq olmaz. Bəs yaxşı, əgər valideyn gəlib deyirsə ki, mənim övladıma ayrı seçkilik edirsiniz Leyla müəllimə, bu halda nə deyərsiniz?
Pedaqoji fəaliyyətim dövründə bu cür halına rastlaşmamışam. Əgər belə bir hal baş verərsə, mən çalışaram valideynlə pozitiv münasibət qurum, onunla empatiya hissi qurum. Yəni, əgər hər hansı bir səhvim varsa, yəni bu sahədə hər hansı bir səhvə yol vermişəmsə, onu araşdırmağa çalışaram. Şagirdin digər şagirdlərlə, yəni ayrı seçkilik saldığımı əgər düşünürəmsə, onu aradan qaldıraram, yoluna qoyaram yəni. Leyla müəllimə, danışırsınız, axıcı danışın. İfadədən istifadə edirsiniz. Yəni bax bu Oldu müəllim. sizin əslində əleyhinizədir. Bax əslində bu yəni müdavimlərim var ki, 28 bal alıblar. 26 bal alan müdavimim var, ondan sonra 29 alanım var. Məsələn, amma onlar yəni öz balları ilə razılaşmırlar. Deyirlər ki, müəllimə, biz orada yəni heç cavabsız sual qoymadıq da, belə danışdıq, belə elədik. Amma mən məsələn əslində mən özüm də görürəm ki, müəllim bilir, məsələn dərsdə danışır. Amma çox güman ki, orada hansısa bir məqamlar olub da ki, onlar onun balını kəsibdir. Yəni çünki onlar o yəqin ki, ya ifadəsi, ya ləhcə ilə işlədib, ya hansısa bir yəni ünsiyyət bacarığında, hansısa bir yəni məqamda uyğunsuzluq olub ki, onlar onu yəni düz deyim mən demirəm. Əslində yəni bilmirəm də yəni necə yanaşım bu məsələyə, haqsızlıqmı deyim, ədalətsizlik. Çünki elə müdavim var, həqiqətən də gözəl danışırdı. Amma ona da az bal gəlib. Yəni elə bir məqamlar da var. Hətta bir müdavimim birbaşa balı çıxan kimi nazirliyə bu gün zəng eləyib. Balımla razılaşmıram deyə müraciət eləyib. Onlar da deyib bu məsələyə baxılacaq. Onlar təkrar təkrar müsahibə keçirirlər onda. Təkrar onu siz nə edirlər? Biz orada kompüterin qabağında danışarkən bizim video kaydımız gedir. Təkrar o video kayd izlənir. Təkrar onu baxış keçirilir o videoya. Hə, o müəllim orada hansı suala necə cavab verib? Ola bilər ki, məsələn müəllim danışır, amma məsələn ləhcəsi var, o ifadələri axıcı deyil, nitqi, yəni o yüksək bal almaq, yəni elə belə deyil də. Orada oturanlar da neçə illərin direktorlarıdır, neçə yüzlərlə, minlərlə elə müəllim qarşılayıb yola salır. Təzədəndən video kayd nəzərdən keçirilir və ona uyğun yerdə qiymətləndirilir. Elə bir məqam. İndi bu müsahibə götürən müəllimə tutaq ki, minusdur. Məsələn, tutaq ki, müəllimi düzgün qiymətləndirməyibsə, müsahibə götürənə minus olur onda. Təbii ki. Təbii ki. Amma indi bir də var ki, bax bu qədər kimya müəllimləri falan nə qədər görün müraciət elədilər, suallarla bağlı nə, heç onlar özlərini səhv çıxardar, siz düşünün. Düzdür. Baxılmadı. Gördünüz, baxılmadı. Kimya müəllimləri həqiqətən də müraciət elədi, dava döydülər ki, bizdə haqsızlıq oldu, suallar belə oldu, belə oldu. Yəni baxıldı, öz xeyirlərinə qərar çıxartdılar. Eləcə də yəni burada öz xeyirlərinə qərar çıxardılar. Məsələn, yəni belə bir məqamlar var. Amma müəllimə, Azərbaycan dili ədəbiyyat müəllimlərinə 3 dənə sual gəldi də. Müəllimə, indi istisna hallar var da, həmişə belə olacaq. 29 bal olanlar var ki, keçdi, 49 ad olan 50-ni keçdi. Yəni bir nəticə, hə. Amma onu həmişə də eləmirlər. Amma yəni mən deyim ki, demirəm ki, indi onlar haqsızlıq eləyir, yəni necəsə də, bilirsiniz necədir? Çox güman ki, orada da o müəllimin hansısa bir tərəfdən nöqsanı olub ki, onun balı aşağı olubdur. Məsələn, müəlliməm birində mənə yazıb, deyir, müəllimə, mənə 28 bal gəlibdir. Amma deyir, mən orada 28'lik danışmadım axı. Yəni deyir, müəllimə deyir, sizin öyrətdiyiniz bircə dəqiqə müəllimə. Hə, sizin mənə deyir, o verdiyiniz o təqdim etmə, sizin deyir, o öyrətdiyiniz, mənim orada cavabım, yəni deyir, o 28'lik deyildir, qəbullana bilmir, barışa bilmir o balı ilə. Ona görə də müraciət edib nazirliyə. İndi baxaq görək ona necə cavab gələcək. İnşallah yaxşı olar məndə. İnşallah. Onlar da öz haqlarını tələb edirlər də, yəni. Təbii ki, haqq bizim hüququmuzdur. Bizim hüququmuzdur. Yəni biz onu eləyə bilərik, haqqımızı tələb eləyə bilərik, özümüzü müdafiə eləyə bilərik. Eləyə bilərik. Bəs yaxşı, Leyla müəllimə, belə bir sual verilibdi dünən. Həmkarlarınızla necə əməkdaşlıq edirsiniz?
Aha, həmkarlarımla çox pozitiv bir münasibətdəyəm. Onlarla tez-tez hər hansı bir mövzuda müzakirələr aparırıq, diskussiyalar aparırıq, hər hansı bir yeniliyi müzakirə edirik. Yəni münasibətim həmkarlarımla çox gözəldir. Doğru. Qəşəng. O formada da deyə bilərsiniz. Yenilikləri bir yerdə müzakirə aparırıq. Bir-birimizin boş dərsimizdə, bir-birimizin dərs dinləməsində əyləşirik. Biz nöqsanlarımız varsa bir-birimizə o barədə dəstək oluruq və s. deyə bilərsiniz Leyla müəllimə. Təşəkkürlər Leyla müəllimə. Çox sağ Çox sağ olun. olun müəllimə. Sağ olun. Sağ olun. Vəfa Xudiyeva burada. Belə bir sual verilib müəllimə. Özünü qiymətləndirməni şagirdə nə qazandırır? Özünü qiymətləndirməklə şagird özü haqqında refleksiya edir, biliklərini, nəyi bilib, nəyi bilmədiyini müəyyənləşdirir. Sonra həm də ki, onun metaqognitiv bacarıqlar formalaşdırır şagirddə. Özünü elə bir refleksiya etmiş olur da bir növ. Bir də düzgün strategiya müəyyənləşdirə bilir. Ay sağ ol. Özü üçün strategiya seçir, yol seçir, metod seçir, Öyrənmə metaqognitiv bilik. tiplərini araşdırır, onun üçün yaxın olan öyrənmə tiplərini araşdırır, özünə uyğun olanı seçir. Ki, məsələn, mən hansı tipdə öyrənsəm, məsələn, vizualmı, yaxud da səslimi, ya yazılı şəkildə onu müəyyənləşdirir. Yəni, bir sözlə metaqognitiv bacarıqlar formalaşır onda. Ay sağ ol, doğrudur müəllimə. Bəs yaxşı müəllimə, şagirdin nailiyyəti aşağı olarsa və valideyn də onu cəzalandırarsa, bu halda nə edərsiniz? Dünən verilibdir, dünən sırağa günü verilib bu sual. Birincisi, məncə müəllim, deməli, iclaslar keçirilən zaman, siniflər ilk olaraq valideynlərlə iclas keçirən zaman o hər bir şeyi vurğulamalıdır. Elədə də, məsələn, valideynlərə deməlidir ki, məsələn, uşaqlar ola bilər ki, məsələn, bugün zəif qiymət alar. O demək deyil ki, onlar gələcək həyatlarında uğursuzluq əldə eləyəcəklər. Yəni, həm siz valideyn olaraq, həm də biz məktəb müəllimləri olaraq daim onlara dəstək olmalıyıq. Yəni, onların irəliləyiş üçün yollar göstərməliyik və hər zaman onlara motivasiya verməliyik, ruhlandırmalıyıq. Məncə, müəllimlər iclas zamanı bunu valideynlərə təbliğ etməlidir ki, yəni valideynlər də uşaqlarla düzgün yol seçsinlər. Uşaqlara, məsələn, zəif qiymət alanda onları qısnamasınlar, onları incitməsinlər. Əgər yox, məsələn, belə bir hadisə baş verərsə, məsələn, valideynlə əlaqə saxlayaram, məsələn, ona bunun düzgün olmadığını bildirərəm, çalışaram elə bir onunla empatiya qurum. Sonra hər zaman elə bir şagirdə onun güclü valideynə övladının güclü tərəflərini də deyərəm ki, yəni bugün ola bilsin ki, məsələn, sənin şagirdin, övladın nəyisə düzgün etmir, ancaq onun, məsələn, filan güclü tərəfləri də var. Mən belə fikirləşirəm. Müəllimə, bax indi mən sizin bu nitqinizin üzərində bir dənə incələm aparmaq istəyirəm. Bax sizə yox ha, Nuranə müəllimə, ümumiyyətlə müəllimlərə göstərmək istəyirəm. Bax müəllimə, məsələn, sənə deyək ki, zəif, məsələn, bal gəlib müəllimə, müəllim deyir ki, mən onun hamısını cavablandırmışdım. İndi bax, mən sizin bu nitqinizdə nələri çıxartdım? Bir dənə J işlətdiniz. Onu tərk edə bilmirəm. Yox, mən sizə bir şey demirəm ki, canım mənim. Bax, inciməyin bu sözümdən, ha. Mən sizin üçün deyirəm. Bax, mən sizə bu incəliyi xırdalayıram. Bax, bir dənə J işlətdiniz. İkinci səhviniz. Dediniz ki, göstərtməliyəm. Mən bu nəyi göstərtməliyəm? Göstərtməliyəm sözü yoxdur. Mən bunu göstərməliyəm. Göstərəcəm deyə bilərsiniz. Bu ikinci səhv. Və ya bir söz. Aha, bircə dəqiqə. Məsələn, deyirsiniz ki, valideyn övladını qısnamamalıdır. Necə qısnama dediniz, nə dediniz? Belə bir şey. Əslində qısnama sözü var, o bullyingdir də. Var. Mən bir söz demirəm. İndi bax, orada biz onu, o cümləni bir balaca, yəni fərqli formatda. Məsələn, deyirsiniz ki, bunu göstərməliyəm filan, nəsə belə bir filan falan sözü də işlətdiniz.
Burada bax cümlələrimiz səlis şəkildə olmur deyə onlar bizim o nitqimizə baxır. Məsələn, mən deyəcəm ki, orada, məsələn, mənə o sualı versə, mən deyəcəm ki, valideynlə fərdi şəkildə söhbət apararam. Şagirdə təzyiq göstərməyin, cəza verməyin çıxış yolu olmadığını onun nəzərinə çatdıraram. Şagirdin güclü tərəflərini, müsbət, akademik tərəflərini, akademik tərəfdən deyək ki, daha müsbət göstəricilərini valideynə vurğulayaraq, onu cəza əvəzinə onu mükafatlandırmaq, hansısa bir xırda təltiflə, bir xırda söz təşəkkürü ilə bildirməyi onun nəzərinə çatdıraram və şagirdi bu istiqamətdə yönləndirmək, onu motivə edici, rəy fəaliyyətini stimullaşdırıcı tərəflərlə gediş edərəm və bu məsələni ortadan qaldırmağa çalışaram. Bax, indi gəl baxaq. Mən bunu danışıram, siz onu danışırsınız. Gəlin görək hansımıza müsbət rəy veriləcək. Məsələ budur. Danışmaq şərt deyil ki, o danışmaqda o nitq, müəllimin o ünsiyyəti, müəllimin o danışarkən istifadə etdiyi o söz bazası, biri var ki, sən çox çətinliklə danışırsan. Məsələn, sənə demirəm, ümumiyyətlə, ümumi müəllimlər deyirəm. Biri var ki, müəllim çətinliklə danışır. O cümlələri çətinliklə düz qoş edib danışır. Bir də var ki, axıcı şəkildə elmi, rəsmi cümlələrlə danışırıq. Yəni, bax, bunlar şərtdir, əzizlərim. Yəni, bunları, məsələn, kimisə günahlandırmayaq da, gəlin ki, məsələn, orada biz necə danışırıq? Demirəm, elə mən professoram, akademiya, mən belə danışıram. Məsələn, olur da hər bir şey, hamının məsələn nitqində hansısa bir mənfi nüanslar var. Sadəcə demək istəyirəm ki, onlar bu məqamlara diqqət eləyirlər. Və Nuranə müəllimə, sonra mən sizə belə bir sual verim. İş formasını nəyə əsasən seçirsiniz? İş formasını təlim nəticələrinə uyğun seçirik də. Yəni təlim nəticəsi bizə nəyi tələb edirsə, biz də ona uyğun iş forması qururuq. Afərin. Bəli, təlim nəticəsinə uyğun. Stresli şagirdlə necə işləyərsiniz? Stresli şagirdlə, yəni onun nədən qaynaqlı olaraq stresli olduğunu ilk öncə öyrənməyə çalışaram. Yəni əgər bunu özüm əldə edə bilmirəmsə, psixoloqdan kömək istəyərəm. Yəni çalışaram ki, onun stresini Isız. Eləməyin. Bax danışırsınız, etməyin. Balınızı yeyin. çalışaram ki, onun stresini aradan qaldırım, onun rahat öyrənməsi üçün düzgün strategiya müəyyənləşdirim. Mən təzə qoşulmuşam, hələ bilmirəm. Canım mənim, Nuranə. Əslində düz deyirsən. Çalışaram, onunla fərdi söhbət apararam, yaxınlaşaram, stresinin səbəbini öyrənərəm. Nədən dolayıdır bunun stresi? Tapşırığı yazmaqda mı çətinlik çəkir? Bəlkə özünü ifadə etməkdə onun üçün sağlam psixoloji bir ortam yaradaram. Rahat şəkildə şagird fikirlərini sərbəst şəkildə deyə bildiyi bir mühit yaradaram. Çalışaram. Stres ola bilər ki, ailədən də qaynaqlana bilər də, ailə gəlir. Onu da söhbət apararaq stresinin səbəbi nədir? Onu araşdıraram. Bəlkə məsələn deyək ki, bullying var, o bullyingə məruz qalıb. Bəlkə tapşırığı yazmayıb. Bəlkə dərsdə özünü qorxur, müəllim ona nəsə sual verə, bu cavabını bilməyə, lağa qoyulmaqdan, ələ salınmaqdan qorxur. Yəni bir sağlam psixoloji ortam yaradaram onun üçün. Şagird sərbəst şəkildə fikirlərini ifadə etsin, motivedici tapşırıqda yazmaqda çətinlik çəkdiyi tərəfləri araşdıraram, istiqamət verərəm, fəaliyyətini stimullaşdıraram, motivedici rəy verərək şagirdin stresini ortadan qaldırmağa çalışaram. Onda belə deyək ki, məsələn, ilk öncə şagirdlə söhbət apararam. Yəni onun bu stresinin nədən qaynaqlandığını müəyyənləşdirməyə çalışaram. Əgər məsələn özüm müəyyənləşdirə bilməsəm, psixoloqdan kömək istəyərəm və yəni onun hər zaman motivedici rəy verərəm, konstruktiv rəy verərəm ki, yəni onun sinifdə özünü tam rahat, sərbəst hiss etməsi üçün şərait yaradaram. Bəli, deyə bilərsiniz. Deyə bilərsiniz.
Bax, şagird zəif nəticə göstərib. Necə aradan qaldırarsınız? Şagird zəif nəticə göstərirsə, ilk öncə müəyyənləşdirərəm ki, o hansı mövzularda çətinlik çəkir. Məsələn, o mövzular üzərində dərsdən əlavə məşğul olmağa çalışaram. Sonra ona konstruktiv rəylər verərəm, onu ruhlandıraram, həvəsləndirərəm. Eyni zamanda onun zəif tərəflərini yön verərəm ki, məsələn, sən necə çalışsan, məsələn, həmin o yaxşı nəticəyə gəlib çıxa bilərsən. Zəif tərəflərini aradan qaldırmaq üçün məsləhətlər verərəm. Yəni özüm də o şagird üzərində işləyərəm dərsdən əlavə. Ay, dəstənkənar məşğələlərə cəlb edərəm. Bəli. Bax, bunları deyə Dərsdənkənar bilirsən. məşğələlərə cəlb edərəm. Yəni çalışaram ki, aradan qaldırım. Bax, görsən, bax, gözəl danışırsan. Birbaşa sualın özünü vurursan. O ortada ığını salıb niyə o sualı məhv elədin, qoydun? Ola bilsin. Mənim imtahanım hələ ayın 15-nədir. İndi o vaxta kimi çalışarım. 15-nə kimi sənin canını alacam. 15-nə kimi sənin dinlərin var, bir də danış. Bu cür Yəqin zəhmət gərək çəkirsiniz. özüm də evdə güzgün qarşısında danışım. Danışın, nə edirsiniz eləyin? Iğını yığışdırın. Ümumiyyətlə, tək müsahibə üçün lazım deyil bu, ay müəllimlər. Həmişə lazımdır bu. Bir pedaqoji şurada durub bir 3 dənə cümləni dalbadal deyəndə hamı valih olaraq sizə baxmalıdır. Yəni biz müəllimik axı. Biz o cür danışmalıyıq. Mən demirəm, mən mükəmməl danışıram. Birdən mən belə danışıram. Yəni mənim də o qədər nöqsanlarım var. Əslində bilirsiniz müəllimlər, mən nə edirəm? Deməli, indi son vaxtlar yox, amma daha çox bu təlimlərə təzə başlayan vaxtları eləyirdim. İndi də bir də görsən, vaxtım olduqca indi də eləyirəm. Girirəm, təkrar öz danışığıma özüm baxıram. Bir də görsən, evdə yoldaşım deyir ki, o nədir? Onun deyəsən özün danışığından özün xoşun gəlir. Niyə oturub baxırsan ki? Yəni də onun üçün şey gəlir ki, deyəsən öz danışığından özün xoşun gəlir, oturub baxırsan. Deyirəm, yox. Mən özümü refleks edirəm. Oturub özümə baxıram. Harda, nəyi necə demişəm? Nöqsanlarımı özüm çıxardıram. Kənardan oturub özümə baxıram yenidən. Ki, görüm mən harda, nəyi necə demişəm? Harda səhvim var? Məsələn, o qədər elə nöqsanlarımı çıxartmışam, onun üzərində işləmişəm. Hətta həmkarlarıma da deyirəm ki, qarşınıza çıxanda, baxanda mənim nöqsanlarımı mənə tərifləməyin. Deməyin ki, qəşəng danışdın, bunu elədin. Mənim nöqsanlarımı mənə deyin. Yəni, insan o zaman inkişaf eləyir. O zaman zirvələrə gedirsən. Mən 5 il bundan əvvəl hardaydım, indi hardayam. Bax, həqiqətən o kurikulum kitabında da var. 3 il bundan sonra hardasan, 5 il bundan sonra hardasan. Və indi deyirəm ki, hələ 5 il bundan sonra harda olacağımı zaman göstərəcək. Amma yəni o 3 il, 5 il bundan öncə olduğum yerdə deyiləm. Çox qabaqdayam. Yəni hədəfimə çatmışam. Amma insan hədəfinə çatdıqca hədəflərim böyüyür. İndi qarşıma başqa hədəflər qoymuşam. Yəni hədəflərim biraz da böyüyür. Bəli. Həqiqətən hamınız üçün istəyirəm bunu, hamınız üçün. Təşəkkür eləyirəm. Alqışlarınız üçün. Minnətdaram Nuranə müəllimə, çox sağ olun. Siz də sağ olun müəllim. Ümumiyyətlə, mən həyatda çox məqsədli biriyəm. Çox məqsədli biriyəm. Qarşıma qoydum o məqsədi. Yəni, siz necə? Ona çatana qədər mənim üçün maneə yoxdur. Mənim üçün maneə yoxdur. Yəni, o hədəfimə çatana qədər, yəni, mən tutduğumu götürmürəm, tutduğumu qopardıram. Yəni, qarşıma qoydum və salım. Yəni, onu etməliyəm. Mən bunu istəyirəm, 50 plus istəyirəm. O 50 plusa o gedən yolları mən sizə danışsam, o acınacaqlı o 50 plusa necə getmişəm. Bəzən baxsın, müəllim deyir, vaxtım yox, iş buradan gəldi, uşaq orada. O bəhanədir. Yəni, Allah heç ölüm itim qismət eləməsin. Allah hamıya can sağlığı nəsib eləsin. Yəni, heç vaxt o uğuru heç kim, o bir uğur varsa onun arxasında çox böyük çətinliklər var. Təqdim etməmdə də demişdim, hər bir uğurun arxasında böyük bir zəhmət dayanır. O zəhmətə qatlaşaraq,
o çətinliyi dəf edərək gedib o hədəfə çatır o insan. Bəzən baxırsan o zirvədə olana həsədlə baxır insan, paxıllıq eləyir deyək ki, yaxşı mənada, pis mənada. Amma o zirvəyə o insanın çatması həqiqətən də böyük çətinliklərin keçməsidir. Yəni bura kimi gəlmişəmsə mən bura kimi gəlmişəmsə həqiqətən də böyük çətinliklə gəlmişəm. Yəni çox böyük dirəniş göstərmişəm. Ona görə yəni həqiqətən məqsədli biriyəm. Məqsədiniz olsun. Hər kəsin həyatda məqsədi olmayan insan yəni nə üçün yaşayır bilmirəm. Sonra Şəbnəm müəllimə burdadır. Çox gözəl keçdi. Sizə çox təşəkkür edirəm. Nə yaxşı ki, sizi tanımışam. Çox sağ olun müəllimə. Çox sağ olun. Siz də sağ olun müəllimə. Təşəkkür edirəm. Uğurlar müəllimə. Nə gözəl. Çox yaxşı keçdi. Həddindən artıq yaxşı keçdi. Direktor təşəkkür elədi sonda. Yəni çox gözəl keçdi. İnşallah ki, gözəl balınız da yüksək nəticə ilə gələr müəllimə. İnşallah. Balınız çıxanda yazarsınız. Çox gözəl APV ilə yola saldılar. Mən inanıram ki, yüksək gələcək. İnşallah müəllimə. Mütləq balınızı yazarsınız mənə. Yəqin suallar da tanışdı sizə. Yəni çox rahat suallar verdilər. O elə öz ürəyimdə onlara da təşəkkür elədim ki, yəni çox dərinə salmırlar. Nə verdilər müəllimə? Təlim nəticəsi, diaqnostik? Bəli. Təlim nəticəsi, diaqnostik, sonra elə sizin o nədir o? Şeylərdə verdiyi sual vardı, 50%. Sinifdə mənimsəmə yox var. Eyni o sualın özünü verdilər. Sonra bir dənə fərqli sual oldu ki, özünüzə konstruktiv rəy verin. Bax, fərqli sual bu idi, özünüzə. Bu var idi. Bir də bilmirəm, zəif oxuyan şagirdin valideyni ilə söhbət edirsiniz. Uşağın zəif oxuduğunu necə bildirərsiniz? Bir də belə sual vardı. Yəni əslində mənim elə çətin deyildi, amma çox axırda təşəkkür elədilər. Nə bilim belə yaxşı oldu, çox yaxşı oldu. Nə gözəl müəllimə. Uğurlar canım mənim. Təbrik eləyirəm. Siz də sağ olun. Nə yaxşı ki, sizi tanımışam. Sizə də işlərinizdə uğurlar arzulayıram. Daha çox verək də sizə uğurlarınızı eşidək. Çox sağ olun müəllimə. Minnətdaram sizə də. Allah can sağlığı versin sizə. Sağ olun. Yorulmayasın. Amin. Çox sağ olun müəllimə.